Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Bildiyiniz kimi ümumi təkrara başlamışıq və bu PDF üzərində hər bölmə üzrə 20 sual verilir. Yəni sürətli şəkildə təkrar etmək üçün hər bölmə üzərindən 20 dənə sualı işləyib ümumi təkrar eləmiş oluruq. Hər gün bir və ya iki video bu mövzulara aid yükləyib sizinlə paylaşıram. Odur ki, bu videoların daha çox insanlar tərəfindən izlənməyini istəyirsinizsə, daha çox şagirdə faydalı olmasını istəyirsinizsə, sadəcə videonu bəyənməyiniz kifayətdir. Odur ki, keçək suallara və başlayaq birinci sualla. F1 və F2 qüvvələrinin əvəzləyicisinin modulunu hesablayın. Bu məsələni bir neçə üsulla həll eləmək olar. Parallelogram üsulu ilə həll eləmək olar və yaxud proyeksiyalamaq vasitəsilə həll eləmək olar. Gəlin biz proyeksiyalamaqla bu məsələni həll edək. Birincisi, F1 qüvvəsinin x oxu üzərindəki proyeksiyasının nə qədər olduğuna baxaq. Mən burada yazıram F1x bərabərdir. Baxın, F1 qüvvəsi budur. X oxu üzərində də buradır. Neçə bölgüdür? 1-dən 4-ə kimi. Deməli, 3 Newton x oxu üzərindəki proyeksiyasıdır. Və eyni şəkildə F2x-i də tapaq. F2x bərabərdir. F2 də budur. Başlanğıcına baxırsınız 1-in üzərində. Sonuna baxırsınız 4-ün üzərində. Deməli, bunun da x oxu üzərində proyeksiyası 3 Newtondur. İndi baxırıq y oxu üzərindəki proyeksiyalara. F1-in y oxu üzərindəki proyeksiyası 2 və 3 arasında, yəni müsbət 1-dir. Burada yazıram F1 y bərabərdir 1. F2-nin y oxu üzərindəki proyeksiyası 2 və 1 arasında, yəni 2-dən 1-ə gedir fikir versəniz y oxu üzərində. Yəni mənfi 1-dir. O zaman yazıram F2y bərabərdir mənfi 1. X-ləri 1 toplayırıq, y-ləri 1 toplayırıq. O zaman burada olur Fx, yəni bu qüvvələrin x oxu üzərindəki proyeksiyası 6 Newton. Y oxu üzərindəki proyeksiyası isə Fy bərabərdir. 1 ilə mənfi 1-i toplayanda 0 olur. Əlimizdə nə qaldı? 6 Newton qaldı. Deməli, bu qüvvələrin əvəzləyicisi 6 Newtona bərabərdir. Sualın cavabı C variantıdır. İkinci sualda ipin gərilmə qüvvəsini hesablayın. İlk növbədə bu sistemin təcilini hesablamağımız lazımdır. Sistemin təcilini hesablamaq üçün konkret bir düsturumuz var. O düsturdan istifadə edək. A bərabərdir M1 M2 bölünsün M1 üstəgəl M2 vurulsun J. Bu da bərabərdir. Kütlələri bir-birindən çıxırıq. 3-dən 1-i çıxırıq. Olur 2. 3-ün üzərinə 1 gəlirik. Olur 4. Vururuq sərbəst düşmə təcilinə, yəni 10-a. Bu da eləyir 5 metr bölü saniyənin kvadratı. Bizə lazımdır ipin gərilmə qüvvəsini hesablamaq. İpin gərilmə qüvvəsini hesablamaq üçün həm 1 kiloqram kütləli cisim, həm də 3 kiloqram kütləli cisim üzərindən düşünə bilərik. 1 kiloqram kütləli cisim yuxarı qalxacaq, çünki yüngüldür. O zaman bunun üçün yaza bilərik mc üstəgəlinsin A. Amma 3 kiloqram kütləli cisim aşağı düşəcək. Bunun üçün yaza bilərik mc çıxılsın A. Yəni, hər ikisi üzərindən hesablaya bilərsiniz. 1 kiloqram vurulsun C'nin qiyməti 10, təcilin qiymətini də 5 tapdıq. Onun üzərinə də 5 gəldik. Oldu 15 Newton. Yəni, sualın cavabı Y variantıdır. Davam edirik. Üçüncü sualla. Birinci halda cismin təcili 2 metr bölü saniyə kvadratı, İkinci halda isə 3 metr bölü saniyə kvadratıdır. Cisimlərin kütlələri nisbəti nəyə bərabərdir? Sürtünmə qüvvəsi nəzərə alınmır. Deməli, biz belə yaza bilərik. M1 vurulsun A bərabərdir 10 Newton. M1-i bilirikmi? Bilmirik. O zaman mən burada yazıram. M1 vurulsun. Təcili 2 metr bölü saniyə kvadratı verib. Vurulsun 2 bərabərdir 10 Newton. Buradan biz M1 kütləsini hesablasaq, M1 kütləsi 5 kiloqrama bərabər olacaqdır. İkinci halda isə M1 və M2 kütlələri ardıcıl şəkildə qoşulublar. O zaman bu ikisinin toplamını mən yazaram. M1 üstəgəl M2
Vurulsun sistemin təcili, yəni 3 metr bölü saniyə kvadratı bərabərdir əvəzləyici qüvvə 24 Newton. Biz buradan M1 üstəgəlinsin M2 bərabərdir. Deyə bilərik ki, 24-ü 3-ə bölərəm və 8 alaram, 8 kiloqram. M1 kütləsini 5 kiloqram bilirdik. O zaman bunun yerinə 5 yazsam, 5 üstəgəlinsin M2 bərabərdir 8. Buradan M2-ni tapsaq, M2 bərabərdir 3 kiloqram olacaqdır. Bizə M2 bölü M1 nisbətini soruşurdu. M2 bölü M1 bərabərdir. M2 kütləsi 3 kiloqram, M1 kütləsi 5 kiloqram. Yəni 3 bölü 5 sualımızın cavabı D variantı olmuş oldu. Dördüncü sualda. Hərəkət tənliyi x bərabərdir -10 üstəgəl 3t üstəgəl 5t kvadrat şəklində olan cismə təsir edən əvəzləyici qüvvəsi 0,1 kilonewtondur. Bu cismin kütləsini hesablayın. 0,1 kilonewton demək 100 newton deməkdir. Bir də biz burada sistemin təcilini bilməliyik. Bax, buradan 5t kvadratından təcilin 10'a bərabər olduğunu deyirik. Təcil 10 metr bölü saniyənin kvadratı. Qüvvə 100 newton. O zaman biz buradan kütləni hesablaya bilərik. A bərabərdir F bölü M-dən M-i tapsaq, M bərabərdir F bölü A yaza bilərik. Qüvvənin qiyməti 100, təcilin qiyməti 10. Bunları bir-birinə böləndə 10 kiloqram alınır sualın cavabı. 5-ci sualda. Arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və OX oxunun istiqaməti göstərilib. Arabacığının sürətinin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? İlk növbədə sürətə baxın, X oxunun əksi tərəfədir. Yəni X oxu sağa doğrudur, bu isə sola gedir. Deməli, X oxunun əksi istiqamətində hərəkət edir. Bu ilk növbədə birinci deyə biləcəyimiz variant. İkincisi, qüvvənin sağa doğru yönəldiyini görürük. Qüvvə sağa doğru, sürət sola doğrudursa, o zaman bu yavaşayan hərəkətdir. Deməli, bu cisim X oxunun əksi istiqamətində yavaşayan hərəkət icra edir. X oxunun əksi istiqamətində yavaşayan hərəkətdə sürət zaman qrafiki bu şəkildədir. Yəni, sualımızın cavabı Y variantı olmalıdır. Davam edirik 6-cı sualla. 6-cı sualda bizə deyilir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asıllıq qrafiki verilmişdir. Hansı zaman intervalında cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemidir? İnersial hesablama sistemi o zaman qəbul olunur ki, cismə belə deyək ki, hər hansı bir qüvvə təsir etməsin. Cismə qüvvə təsir etməyən aralıq da burada T4, T5 zaman aralığıdır. Yəni, əvəzləyici qüvvə 0 olur. Ona görə də sualın cavabı B variantı. Cismin kütləsi ilə təcilinin hasilinə bərabər olan fiziki kəmiyyət. Kütlə ilə təcilin hasilinə bərabər olan fiziki kəmiyyət qüvvədir. Sualın cavabı B variantı. Sabit qüvvənin təsiri ilə cisimlərin aldığı təcilin onların kütləsindən asıllıq qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Qüvvənin qiymətini hesablamaq üçün kütləni təcilə vurmağımız lazımdır. Burada 4'ü 5'ə vura bilərsiniz və yaxud 2'ni 10'a vura bilərsiniz. Hər iki halda qüvvənin qiyməti 20 newtondur. Sonra 9-cu sualda. Şaquli yuxarı atılmış M kütləli cismin yuxarı hərəkəti zamanı Newtonun ikinci qanununun riyazi ifadəsi hansıdır? Deməli, şaquli yuxarı atılmış M kütləli cisim. Cisim yuxarı doğru hərəkət edir. Buna aşağı doğru ağırlıq qüvvəsi təsir göstərir, mg. Cisim yuxarı doğru hərəkət edirsə, sürəti yuxarı doğrudursa, buna təsir edən müqavimət qüvvəsi həmişə hərəkətin əksi istiqamətindədir. Yəni, buna müqavimət qüvvəsi bu istiqamətdə təsir göstərir. O zaman görürük ki, mg ağırlıq qüvvəsi ilə havanın müqavimət qüvvəsi eyni istiqamətdə yönəlir. Eyni istiqamətdə yönəlirsə, bunları toplamağımız lazımdır əvəzləyici qüvvəni taparkən. Yəni, MA bərabərdir mg üstəgəlinsin Fm yaza bilərik. Bir cismin digərinə təsirini xarakterizə edən fiziki kəmiyyət qüvvə adlanır. Qarşılıqlı təsirdə olan iki cisimlərin kütlələrinin nisbəti 2-yə bərabər olarsa, təcillərin nisbəti nəyə bərabərdir? Qarşılıqlı təsir zamanı qüvvələr bərabər olur bir-birinə. Kütlələrin nisbəti təcillərin nisbətinin tərsinə bərabərdir. M1 bölü M2, A2 bölü A1 yaza bilərik.
M1 bölü M2'ye 2 vermişdi. Deməli A2 bölü A1 nisbəti 2'ye bərabərdir. Fikir verin, A2 bölü A1 2'ye bərabərdir. Bizdən isə A1 bölü A2'ni soruşur. Yəni bunun tərsini soruşur. A1 bölü A2 də bərabərdir 1 bölü 2. Sualın cevabı A variantı olmuş oldu. Devam edirik 12. sualla. Bərk cismin sıxlığını təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Deməli, bərk cismin sıxlığı ρ bərabərdir M bölünsün V. Burada M kütlədir, kütlənin tərəzi vasitəsilə ölçürük. V həcmdir, həcmi də menzurka vasitəsilə ölçürük. Deməli, bərk cismin sıxlığını menzurka və tərəzinin köməyi ilə ölçə bilərik. Cismin təcili şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdədir? Newtonun ikinci qanunundan F bərabərdir MA alınır və bilirik ki, qüvvə vektorial cəmiyyətdir, təcil vektorial cəmiyyətdir və əvəzləyici qüvvə həmişə təcil istiqamətində yönəlir. Təcil sola doğrudursa, qüvvə də sola doğru yönəlməlidir, yəni bir istiqamətində yönələr deyirik. 14-cü sualda maddi nöqtə 4 qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edir. F4 üstəgəl F3 bərabərdir F2 olduqda F1 qüvvəsinin modulunu müəyyən edin. Düzxətli bərabər sürətlə hərəkət edir deyirsə, deməli bu qüvvələrin toplamı, yəni əvəzləyicisi 0-a bərabər olmalıdır. F1 üstəgəl F2 üstəgəl F3 üstəgəl F4 bərabərdir 0. İndi bizdə burada F4 üstəgəlsin F3'ün yerinə yazıb F2. Biz burada F3 üstəgəlsin F4'ün yerinə F2'ni yazacaq. O zaman yazıram F1 üstəgəl F2 üstəgəl F3 üstəgəl F4'ün yerinə də bir dənə F2 yazacaq. Bərabərdir 0. F1 üstəgəl 2F2 bərabərdir 0. Buradan F1 bərabərdir mənfi 2F2. Modul dediği üçün mənfini atırıq və cavabımız olur 2F2. 15-ci sualda cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki hansıdır? Birinci hissədə cisim bərabər təcilli hərəkət edir. Bərabər təcilli hərəkətdə bərabər təcilli deyirik. Yəni burada sürət artmalıdır, yeyinləşən hərəkət etməlidir. Tutalım ki, bu formada olsun. Yeyinləşən hərəkət. Sonra isə bu hissədə qüvvənin 0-a bərabər olduğunu görürük. Qüvvə 0-dırsa əgər cismin sürəti dəyişmir, yəni sabit sürətlə hərəkət edir. Bu da olur sürətin zamandan asıllıq qrafiki. Yəni D variantı olmuş olur. 16-cı sualda cismə təsir edən qüvvənin zamandan asıllıq qrafiki verilmişdir. Hansı zaman intervalında cisim bərabər təcilli hərəkət edir? F bərabərdir MA düsturuna əsasən cismin bərabər təcilli hərəkəti demək, eyni zamanda qüvvənin də sabit olması anlamına gəlir. Qüvvənin sabit olduğu yerlər AB aralığıdır. Başqa da yoxdur. Yalnız AB aralığı sualın cavabı A variantı. Davam edirik 17-ci sualla. Cismə əks istiqamətdə yönəlmiş iki qüvvə tətbiq edilir. Bu qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Əks istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisini tapmaq üçün o qüvvələri bir-birindən çıxarmağımız lazımdır. F1 çıx F2. Bu da bərabərdir. F1 qüvvəsi 34 Newton, F2 qüvvəsi 22 Newton. Yazıram 34 Newton çıx 22 Newton. Bu da bərabərdir 12 Newton. Sualın cavabı Y variantı. 18-ci sualda hamar üfüqi səthə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F bərabərdir 12 Newton qüvvə ilə dartılır. Sapın gərilmə qüvvəsini hesablayın. Baxın, F qüvvəsi 3 dənə kütləni dartır ardınca. Bax, bunları bütöv şəkildə dartır. Yəni biz yaza bilərik F bərabərdir. Ümumi kütlə nə qədərdir? M-in üzərinə 2M gələrik 3M, 3M-ə də 3M gələrik, onlar 6M. F bərabərdir 6MA, bu da bərabərdir 12 Newton. Daha sonra isə baxırıq ki, T gərilmə qüvvəsi ardınca hansı kütlələri çəkir? Bax, bu 2 dənəsini çəkir ardınca. O zaman belə düşünə bilərik ki, T bərabərdir 2M-lə 3M-in toplamı 5M, yəni 5MA. 6MA 12-dirsə 5MA 10 Newton olar. Deməli, burada ipdə yaranan gərilmə qüvvəsi 10 Newton olmalıdır.
19-cu sualda OX oxu istiqamətində hərəkət edən cismə təsir edən əvəzləyici qüvvənin istiqaməti göstərilmişdir. Sürətin, impulsun və yerdəyişmənin proyeksiyasının zamandan asılılıq qrafiki hansı hərəkətə uyğundur? Deməli, qüvvə də x oxu tərəfə, sürət də x oxu tərəfə. Deməli, bu cisim x oxu istiqamətində yeyinləşən hərəkət icra edir. X oxu istiqamətində yeyinləşən hərəkətdə sürət zaman qrafiki birinci halda doğrudur. Yerdəyişmə zaman qrafiki baxaq görək. Yerdəyişmə zaman qrafiki burada 5-ci şəkildə doğrudur. Burada məsələnin şərtində impuls verilmişdi. İmpuls. Amma impulsa aid heç nə görmürük burada. Sürət verilib, bir də yerdəyişmə verilib. Yəni, məsələnin şərti ilə cavablarda problem var. Eyb yoxdur. Biz əsas deyirik ki, burada x oxu istiqamətində yeyinləşən hərəkət var və x oxu istiqamətində yeyinləşən hərəkətin qrafiki də sürət zaman qrafiki. Burada yerdəyişmə zaman qrafiki də burada verilmişdir. 20-ci sualda düz xətli hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilib. Qrafikin hissələri və ifadələr arasında uyğunluğu müəyyən edin. 0-T1 zaman aralığında baxın bunun düz xətt olduğunu görürük. Düz xətdirsə bu deməli bərabər sürətlə hərəkət edir. 1-ə yazdıq D variantı. B variantı yox, D variantı. 2-yə baxırıq. T1, T2 aralığında. T1, T2 aralığı yeyinləşən hərəkətə uyğundur. Bu deməli, belə deyək də, bərabər yeyinləşən hərəkət. Yəni, buraya A variantı uyğundur. 3-də də T2, T3 zaman aralığı. Burada qrafiki başı aşağı doğru əyilib. Bu, bərabər yavaşlayan hərəkətə uyğundur. Yəni, burada da Y variantı yaza bilərik. 1-də 2A, 3-də də Y variantı olacaqdır. Beləliklə, Newton qanunları videosunun da sonuna gəlmiş olduq. Ağırlıq qüvvəsi videosunda görüşənədək. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.